Salam uşaqlar, bizim bugünkü mövzumuz atomun quruluşudur. Demək, atom nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Biz əgər nüvəni göstərsək, bu bizim nüvəmiz, daima ətrafında hərəkət edən isə elektronlar mövcuddur. Nüvə özü, demək, müsbət yüklü protondan, sonra yüksüz neytrondan, ibarətdir. Elektronlar isə nüvənin ətrafında hərəkət edən mənfi yüklü hissəciklərdir. Elektronlar isə mənfi yüklü hissəciklərdir. Demək, nüvənin nədən təşkil olundu? Neytron və protondan təşkil olundu. Nüvəni təşkil edən proton və neytronun kütləsi var. Elektron isə kütləsi çox xırdadır, nəzərdə tutulmur. Buna görə də biz atomun kütləsi deyəndə yalnız onun nüvəsində olan hissəciklərin cəmi nəzərdə tuturuq və bunu da AR, yəni nisbi atom kütləsi ilə işarələyə bilərik. Demək, AR nədir? Nisbi atom kütləsidir atomun və protonla neytronun cəmidir. Buradan uşaqlar, düsturdan biz protonu tapsaq və yaxud neytronu tapsaq, demək AR-dən çıxacaq eyni və yaxud eyni tapsaq, n bərabər olar, AR çıxısın P-yə bərabər olar. Uşaqlar, yadda saxlayaq ki, Mendeleyev cədvəlində hər bir atomun özünün sıra nömrəsi var. Yəni, onu keçəndə dəqiqliklə sizə göstərəcəm. Demək, həmin sıra nömrə atomun protonun sayına bərabərdir. Yəni, proton sayı bərabərdir nəyə? Demək, sıra nömrəsi. Sıra nömrəsinə bərabərdir. Atom neytral halda, yəni başqa bir elementlə reaksiya daxil olarkən özündən elektron ya verir, ya qəbul edir, ya şərikləşir. Bu zaman o iyona çevrilir. Ancaq bütün bunlar baş vermədiyi halda, yəni normal bir halda hansısa bir atomu götürsək, onun protonun sayı elektronun sayına bərabər olur. Yəni, biz protonun sayının mənfi yükün müsbət yükę bərabər olduğunu öyrəndik. Bu deməkdir ki, atom özü demək, ümumi halda elektroneytral sistem kimi baxırıq. Yəni, mənfi yükün müsbət yükünə bərabərdir. Bizim hansısa bir atomun neçə sayda elektron olduğunu öyrənsək, əgər bilmək istəsək, dolayı yolla deyirik ki, Mendeleyev cədvəlində atom hansı sıra nömrəsində yerləşirsə, onun protonun sayıdır və dolayı yolla da bunlar mənfi yükę bərabər olduğuna görə elə elektronun sayını da göstərmiş olur. Bütün ümumiyyətlə atomların quruluşu bundan ibarətdir. Yəni, nüvədən elektrondan ibarətdir. Biz buna nüvə dedik də, uşaqlar. Nüvə dedik. Nüvə dedik nədən ibarətdir? Proton və neytrondan ibarətdir. Yəni, müsbət yükdən və yüksüz neytrondan ibarətdir. Ətrafında isə dedik, mənfi yüklü elektron fırlanır. Hərəkət daima fasiləsi olaraq hərəkət eləyir. Uşaqlar, elektronların ən çox olduğu bu yerləri biz elektron təbəqəsi adlandırırıq. Demək, elektronlar nüvə ətrafında müəyyən elektron təbəqəsi boyunca fırlanırlar, hərəkət edir. Ümumi şəkildə desək, atom hansı hissəciklərdən ibarətdir? Deyəcək, proton, neytron və elektrondan ibarətdir. Əgər belə bir sual olsa ki, bəs onda atomlar quruluşu hamısı eynidirsə, kimyəvi elementlər onda bir-birinə nə ilə fərqlənir? Deyəcək ki, kimyəvi elementlər Mendeleyev cədvəlində müəyyən sıra ilə, ardıcıllıqla yerləşir. Məsələn, birinci element, ikinci element və yaxud 3, 4, 5, 6 və s. elementdir. Bu da harsa 110-118 element kəşf olunubdur. Yəni, dərsliyimizdə belə göstərilir və bunlar bir-birinə nə ilə fərqlənir uşaqlar? Birinci yerdə duran elementin, dedim, bayaq sıra nömrəsi onun proton sayına bərabərdir, 1-dir. Yəni, nüvəsində bir dənə protonu var və o proton da elektron sayına bərabər olduğu üçün, demək, ətrafında bir dənə elektronu var. Digər kimyəvi elementdə ikinci sırada yerləşirsə, onun nüvəsində 2 proton var
və ətrafında da 2 elektron hərəkət edir. 3-cü sırada yerləşən nüvəsində 3 elektron var, daha doğrusu 3 proton var, ətrafında 3 elektron hərəkət edir. Və beləliklə atomun quruluşu bütün elementlərdə eynidir, lakin onlar yerləşdiyi sıranın nömrəsinə görə, yəni onların nə qədər protonu, nə qədər elektronu varsa, o da hərəsi də bir cür adlandırılaraq kimyəvi element kimi qəbul olunur. Kimyəvi elementlər burada göstərilib. Məsələn, hidrogen, litium, berilyum, natrium və yaxud flor, xlor və s. Bunlar sıra nömrəsi adlanır dedik. Demək, bu sıra nömrəsinə uyğun da onların protonları və yaxud dolayı yolla da elektronları var. Bəs isə ki, neutronları necə taparıq? Uşaqlar, nisbi atom kütləsi biz dedik nədir? Dedik, A ilə işarələnir, protonla neutronun cəmidir. Bizə uşaqlar Mendeleyev cədvəlində bir də elementlərin ayrı verilir. Bir ayrı verilir, bir də protonu verilir. Ayrı da uşaqlar, baxın, burada biraz şəkildə aydın deyil. Məsələn, kalsiyuma baxsaq, o 20 bunun sıra nömrəsidir. 40 isə digər ikinci yazılan rəqəmi isə ayrı göstərir. Demək, ayrı 40-dırsa, protonu da 20-dirsə, biz neutronun da dolayı yolla necə taparıq? Ayrı çıxılsın protonla. Yəni, Mendeleyev cədvəlində elementin sıra nömrəsi, yəni protonu və ayrı göstərilir. Neutronu da onların bir-birinə fərqin yazmaqla tapa bilirik.